Bu mərkəzdə gənclər həm peşəyə yiyələnir, həm də cəmiyyətə inteqrasiya olmağa imkan əldə edirlər. Rəsm çəkən kim, toxuculuqla məşğul olan kim, tikiş tikən kim. Kadrlar sağlamlıq imkanları məhdud olan gənclərin peşə reabilitasiya mərkəzindəndir. Mərkəzə 15-29 yaş arası sağlamlıq imkanları məhdud gənclər müraciət edə bilərlər. Burada gənclər öz istəklərinə uyğun peşəni seçir və həmin peşə üzrə hazırlıq keçirirlər. Kursların müddəti müxtəlifdir. Bəziləri 3 aylıq, bəziləri isə 6 aylıqdır. Gənclər gün ərzində ən az 3 saat dərs keçirlər və burada peşələrə yiyələnməsi üçün hər cür avadanlıqlarla təmin olunublar. Bu gənclər deyirlər ki, onların qüsurlu olmaları istəklərinə mane olmur. Elə 23 yaşlı görmə qüsurlu təranə kimi. Şərf toxumuşam, jilet toxuyuram, muncuqdan güllər yığmışam. Çətindir yoxsa yox? Xeyr, həvəs artdıqca maraq çoxalır. Amma mərkəzdə təranə tək deyil. Onun kimi daha 109 nəfər sağlamlıq imkanı məhdud olan gənc burada peşə öyrənir. Əllərimdə fəxrli hiss elədim, yəni əvvəl ilm ata bilmirdim. Yəni deyirdim, bacara bilməyəcəm də, yəni özümə inamım yox idi. Çətin olmur, yaxşı olur. Yəni deyirsiniz, bir insan istəyəndə bacarır. Bəli. Mərkəzdəki gənclərin əksəriyyəti kursu bitirdikdən sonra öyrəndikləri peşəni davam etdirmək istəyirlər. Tərs sertifikat almadıq, daha çox şey öyrəndik. Həm cəmiyyət içində inteqrasiya olsun, həm özümüzü, belə də, həm də ən gözəl sənət öyrənirik burada. Əsas odur. Və bu sertifikatdan sonra onlar gələcəkdə əmək yarmarkalarında iştirak edə bilərlər, özünə məşğulluq və məşğulluq çərçivəsində özlərini əmək bazarına təqdim edə bilərlər. Bura isə mərkəzin eksponat zalıdır. Yəni gənclərin bütün əl işləri bu otaqda toplanır. Hər hansı bir sərgi təşkil olunduqda bu əl işlər orada həm nümayiş olunur, həm də satış həyata keçirilir.